Hamıya salamlar. Bugün istəyirəm ki, özümün 20'li yaşlarımda nələr etmişəm və onlar mənə fayda verib və nələri etsəydim daha yaxşı olardı, bunları sizlə bölüşüm. Hal-hazırda 31 yaşındayam və son 10 ildir ki, aktiv bir həyatım var. Bu aktivliyin içinə ana olmaq, məsuliyyətlər almaq, çoxlu kurslara qoşulmaq, təhsil almaq, iş qurmaq, şirkət idarə eləmək, komanda qurmaq, ölkə xaricində təlim vermək və bir çox şeyi sığışdırmışam. Deyə bilmərəm ki, bunların hamısı birbaşa çox asanlıqla olub, amma hər zaman zövq almışam. Çünki həmişə içimdə nə isə etmək motivasiyası, istəyi olub və o məni hərəkətə keçirib. Və inanıram ki, heç birimiz həyata boşuna gəlməmişik. Hamının içində düşünərkən həyəcanlandığı şey əslində onun bəlkə də arzularının işidir, amma ona necə gedəcəyimizi bilmirik. Bu videoda 20'li yaşlarda nəyi etsək 30'lu yaşlarda çox yaxşı nəticələrini əldə edərik, onları paylaşmaq istəyirəm. İlk öncə mənim hal-hazırda 20'li yaşında bir övladım olsaydı, mən ona deyərdim ki, həyatının ən keşməkeşli, ən vacib dönəmlərindən birindəsən. Çünki enerji çoxdur, arzular çoxdur. Özünü kəşf etmək, həyatda bir şey yaratmaq arzusu var, amma bununla bağlı bacarıqlar çox da tam formalaşmayıb. Sanki real həyatın astanasından indi daxil olurmuşuq kimi bir hiss verir mənə 20'li yaşlar. İlk olaraq övladıma deyərdim ki, həyatda mütləq yumşaq bacarıqlar, yəni soft skills, bunları dərindən öyrənməlisən. Yumşaq bacarıqlar da ilk başda çox önəmli görsənməyən, amma əslində həyatın açarlarından biri olan bacarıqlarımızdır. Bura nələr daxildir? Bunu yaxşı bir araşdıra bilərsiniz. Stressin idarə edilməsi, güclü ünsiyyət bacarıqları, analiz qabiliyyəti, vaxtın idarə edilməsi və bir çox bacarıqlar bura daxildir. Amma mənim bütün bunların içində ən vacib diqqət çəkmək istədiyim şey emosional zəkanı tanımaqdır. Bu da yumşaq bacarıqlara daxildir. Və niyə məhz emosional zəka? Çünki birincisi, həyatda insan öz dünyasını, öz sistemini, öz duyğularını tanımasa, başqaları ilə ünsiyyətdə də uğurlu ola bilməz. Çünki insan birinci öz duyğularını, öz sistemini, onda nə baş verdiyini anlamalıdır. Öz dünyasını tanımayan biri dünyadakı başqa insanlarla doğru şəkildə münasibətdə ola bilməz. Münasibət demişkən, əgər emosional zəka münasibətə bu qədər vacib təsir edirsə, o zaman deməli ilk öncə özümüzlə də münasibətə çox ciddi təsir edir. Yəni təsəvvür edin ki, daxili bir sıxıntı yaşayırsınız. Daxilinizdə bir dəyər toqquşması baş verir. Hansı ki mən bu haqqda dəyərlər videomda danışmışdım və siz özünüzdən xəbərsizsiniz. Bir dəyərinizlə digəri toqquşur, daxildə bir münaqişə baş verir və siz sadəcə simptomu hiss edirsiniz, o narahatçılığı hiss edirsiniz. Amma simptomun adını, baş verən halın səbəbini, duyğunuzun adını tanımırsınız. Bu halda onu necə idarə edə bilərsiniz? Demək ki, emosional zəka ilk başda özümüzü tanımaq üçün ən vacib açarlardandır. Və biz də sosial varlıqlar olduğumuzdan bunun başında gələn ən vacib şey də elə insanlarla olan münasibətlərdir. Əgər mən partnyorumun, övladımın, dostumun, iş yoldaşımın duyğusunu anlaya bilmirəmsə, mən onunla münasibətdə də nəyi təmir edəcəyimi başa düşməyəcəm. Onun ehtiyacını anlamayacam, onun üzüntüsünün səbəbini anlamayacam, onun hansı dəyərini əzdiyimi başa düşməyəcəm və bu bizim münasibətlərə zərər verəcək. Bəlkə də mənim niyyətim pis deyil. Bəlkə də mən onu dünyalar qədər sevirəm. Amma əgər mən o insanın ehtiyacını görə bilmirəmsə, hansı duyğusunu əzdiyimi anlaya bilmirəmsə, bu münasibətdə çox uzun çəkə bilməz. Və mən əslində münasibətlərim qırıldıqca dünyadan soyuyar, depressivləşər, özümdən uzaqlaşar və tək qalaram. Beləliklə, emosional zəkanı bilmək 1. Bizə insan qazandırır, 2. Özümüzü tanımağa fürsət verir, 3. Dünya ilə daha ahəngli bir münasibətdə olmağı öyrədir. İkinci deyəcəyim şey öyrənməklə bağlıdır. Yəni ikinci punktun adı nə olsa desəz, mən öyrənmək başlığı qoyardım. Bura çox şey daxildir. Əlbəttə ki, şəxsi inkişafla bağlı öyrənmək, bilgilər öyrənmək, texnologiyanı öyrənmək, nəyəsə marağınız varsa, onu dərininə öyrənmək. Çünki fürsətlər zamanında yaşayırıq və bilgilər çox əlçatandır. Onsuz da internetdə hər sahə ilə bağlı çoxlu kurslar var. Hətta bunların
böyük bir qismi ödənişsizdir. Bir də bunun üzərinə süni intellektin bizə bilgini bu qədər əlçatan etməsi əslində bizim fürsətlərimizi həddən çox artırır. Yəni biz özümüzü keçən əsrin sonlarında yaşayan bir gənclə müqayisə eləyə bilmərik. Və hətta bu gün süni intellekt və texnologiya sayəsində sıfır sərmayə ilə bilgi öyrənib onu işə belə çevirmə gücümüz var. O zaman belə çıxır ki, öyrənməkdən doğru istifadə etməli olduğumuz zamandayıq. Mən 20-li və 30-lu yaşlar arasında öyrənmə acı idim. Yəni öyrənməkdən doya bilmirdim. Elə bilirdim ki, dünyada o qədər bilgi var və mən hamısından məhrumam hal-hazırda. Nə qədər öyrənə bilərəm, maksimum öyrənim. Mənə aid olmayan bilgiləri belə öyrənməyə çalışırdım. Amma indi daha bir balansda hiss edirəm özümü. Çünki öyrəndiyini də sindirməlisən, həzm etməlisən və doğru şəkildə o bilgini istifadə eləməlisən. Bunu 30 yaşdan sonraki buraxılışda danışarıq. Üçüncü ən vacib məqam mən sosial medianı zaman itkisi kimi yox, ilham mənbəyi kimi istifadə edərdim. Yəni orada mənə aid olmayan insanların həyatlarına baxıb vaxt itirməkdənsə, mənim bu həyatımda maraqlı olan mövzularıma çatmış insanların paylaşımlarını izləyərdim. Onların yaşam tərzinə baxardım. Fürsətlərə fokuslanardım. Çünki sosial media sonsuz sayda təklif verir və biz əslində bunların içində özümüzü kontrol etməsək çıxa bilmərik. O zaman sosial media həm böyük avantaj, həm böyük bir dezavantajdır. Siz hansını istifadə eləməyi düşünürsünüz? Dördüncüsü, dil öyrənərdim. Təbii ki, indiki zamanda artıq ingilis dilini bilmək bir üstünlük sayılmır. Must have, yəni vacib etməyimiz lazım olan bir şey kimi qəbul olunur. Biz sadəcə türk dilini bilməklə 80 milyonluq bir xalqa çıxışımız var. Bir də düşünün ingilis dilini tam səlis şəkildə bilsək, bütün dünyaya çıxışımız olar deməkdir. Bu perspektivlə baxdığımız zaman dil bilmək artıq ehtiyac deyil, tələbdir. Əlbəttə ki, ingilis dilinin yanında başqa dillər öyrənmə fürsətimiz də var. Buna zamanımız çatarsa, marağımız olarsa və üzərində disiplinli şəkildə işləyiriksə nə gözəl. Çin dilini bilmək müasir zamanın böyük qapılarını bizə açır. Nə qədər daha çox dil bilsək, o qədər daha çox dünyaya özümüzü yaxın hiss edərik və sanki hər yer bizim evimiz kimi olar. Bu arada bu bizim öz güvənimizi də çox artırar. 5-ci məqam yaxşı networking yaratmaq, yeni insanlar tanımaq, sosiallaşmaq, mümkünsə başqa ölkələrdən və fərqli sahələrdən insanlar tanımaq. İnsanın bu həyatda ən böyük kapitalı özünə etdiyi kapitaldır. Bura sadəcə bilgi daxil deyil, qurduğu münasibətlər də daxildir. Yəni bir insan nə qədər çox fərqli sahədən, fərqli maraqları olan insanlar tanıyarsa, o qədər də zəngin olar. Çünki biz sadəcə öz maraqlarımız, öz sahəmizlə bağlı inkişaf etmiş ola bilərik. Amma bir də düşünün ki, heç sizin bilmədiyiniz bir sahədən biriləri ilə oturub söhbət edirsiniz. Görün nə qədər dünya görüşümüz artar və nə qədər biz zənginləşərik. Üstəlik, münasibətlərin açmayacağı qapı yoxdur. Həqiqi qurulan münasibətlər, səmimi dəyərlər üzərinə qurulan münasibətlər həyatımızda ən böyük kapitalımızdan biridir və bu bizə həm mənəvi, bəlkə də zamanla maddi güc də qazandırma fürsəti verir. Mən özüm çox sosial insanam və insanlarla söhbət etməyi çox sevirəm. Burada mənim üçün dil, din, irq heç bir fərq yoxdur. Əksinə, nə qədər fərqli insanla tanış oluramsa, gözlərim parıldayır və yeni şeylər öyrənirəm. Çünki öyrənmə eşqi sanki içimə elə qoyulub ki, heç bir zaman bitməyəcək. Və yaxşı münasibətlər eyni zamanda bizi güclü hiss elətdirir. Bizə başqa kanallar açmağa da vəsilə olur. 7. Pul yığardım və mütləq səyahət etməyə çalışardım. İnsan beyni ümumiyyətlə yer dəyişdikcə, məkan dəyişdikcə, yeni şeylər gördükcə öyrənir və zənginləşir. Hər gün eyni insanları görüb, hər gün eyni ortamda olmaq bizim beynimizi bir müddətdən sonra passivləşdirir. Amma dünya o qədər geniş, zəngin, böyük və maraqlıdır ki, onu görmək üçün mütləq bir motivasiyamız olmalıdır. Əlbəttə beynimizin bəhanələri, beynimizin limitləri, beynimizin sərhədləri çoxdur. Amma mən inanıram ki, bir insan içində o atəş varsa, o arzu varsa, öyrənmək arzusu, gəzmək arzusu, yeni yerlər görmək arzusu, o mütləq onu reallaşdırma gücü tapacaq özündə. Çox böyük yerlərə, çox bahalı yerlərə getməyə bəlkə də ehtiyac yoxdur. İlk başda sadəcə başqa ölkənin mədəniyyəti, insanları, incəsənəti,
texnologiyası, sosial ortamları izləməyə gedin. Çünki biz bir mühitdə böyümüşük və bu mühitin doğruları var, yanlışları var. Amma bunu sorğulaya bilmək üçün, daha yaxşı bir hala gəlməyimiz üçün və dünyanı tanımaq üçün başqa mədəniyyətlərdə görməyimiz vacibdir. 8 və bəlkə də deyərdim ən vacibi, bu yaşlarda uğur hədəfli deyil, təcrübə hədəfli olardı. Bu yanlışı mən də etmişəm. O qədər insanın arzuları böyük olur ki, o qədər həyəcanlı olursan ki, bir şey yaratmaq üçün, bütün fokusun onu yaratdıqdan sonra çatacağın uğur olur. Amma ən çətin və ən krizisli zamanlarda əgər bu dövrdə başlamısınızsa işləməyə, elə bax bu dövrdə baş verir. Bütün krizisləri bu dövrdə görürsən, bütün münasibətlərdəki çətinlikləri bu dövrdə görürsən, stressin idarə oluna bilmədiyini bu dövrdə görürsən. Hətta ortamın sənin yaradıcılığına etdiyi təsiri də bu dövrdə öyrənirsən. Əgər biz bilsək ki, bu çox normaldır, hər kəs bu yoldan keçir, 20-li və 30-lu yaş arası xəyal qırıqlığı bəlkə də ən çox yaşadığımız dövrdür. O zaman bunu çox fərdiləşdirməliyik, çox şəxsi qəbul etməliyik və bu dönəmi daha rahat keçirə bilərik. Anlaya bilərik ki, mənim hələ həyatı öyrənmə dövrümdür. İş ortamındakı sıxıntıları görmə dönəmimdir. İnsanın özünə gözləntisi azalanda, dəyərlərini azadlığa, uğura, qısa zamanda hədəflərinə çatmağı qoymağı buraxıb öyrənməyə, dərinləşməyə, stresi həll etməyə və elastik olmağa qoyarsa çox irəli gedər. Elə bir dövr var idi ki, mən hədəfə çox fokusluydum və bir hədəf bitməmiş digərinə başlayırdım. Sanki dayana bilmirdim və bir andan sonra anladım ki, gözləntim doğru yerdə deyil. Yəni İnsan yaşadığı təcrübələrin də içində sanki bir növ bişir və sakitləşməyə başlayırsan. İçindəki o yaratma enerjisi balansa gəldikcə artıq 30-lara doğru daha sakit, amma daha uzun müddətli perspektivdən baxırsan işlərə. Beləliklə 20 və 30 yaş arası işimə qarşı mövqeyimi dəyişərdim. Yetişmə dövrüm kimi baxardım. Davamlılığa fokuslanardım və hər şeyə bir anda çatmağa çalışmazdım. Və ən əsası, gələcəyimə yatırım etdiyim dövrdə olduğumu başa düşərdim. Yəni toxumu əkdiyim, məhsulu bir dönəm sonra alacağım dövrdə olduğumu unutmazdım. 8. Sağlamlığımı heç zaman ertələməzdim. Mən xüsusilə fiziki aktivliyi 20-li yaşların sonlarında daha davamlı həyatımda formalaşdırdım. Ona qədər daha nizamsız, bir müddət idman edib bir müddət buraxma istiqamətində davam edirdim. Amma sanki yaş artdıqca başa düşdüm ki, elə mənim mental vəziyyətimə ən vacib təsir edən şeylərdən biri bədənimin daha gümrah, daha enerjili, ruh halımınsa daha yaxşı olmasıdır. Məyərsə idman sadəcə sənin bədəninə lazım deyil, eyni zamanda mental vəziyyətinə də birbaşa təsir edirmiş. İnsan özünü daha özgüvənli, daha disiplinli, daha məhsuldar hiss edir. Sağlamlığımı ikinci plana atmazdım, öncəliklərim siyahısına əlavə edərdim. Sağlamlıq sadəcə aktivlikdən ibarət deyil, burada nə yediyimə də diqqət eləyərdim. Mən anlayıram, insan gənc olanda abur-cubur yeməyi çox sevir, energetik içkilərə meyl edir, amma uzun dönəmli baxanda və gələcəyin çox daha böyük perspektivlərə sahib olduğunu görəndə insan düşünür. İndi özümə yaxşı baxmalıyam ki, gələcəkdə daha çox fürsətlərdən yararlana bilim və bu bədənimi gələcəyə daha yaxşı hazırlayım. Beləliklə, daha doğru zamanda yatmaq, ekrana az baxmaq, doğru qidalanmaq və gündəlik fiziki aktivliyimi artırmağı tövsiyə edərdim. 9. Çox sadə görsənəcək, amma mütləq deyəcəm. Hobbilərimə zaman ayırardım. Hamımızın ruhunun bəsləndiyi bir yer var. Birimiz kitab oxuyanda sakitləşirik, birimiz təbiətdə olanda, birimiz velosiped sürəndə, birimiz musiqi dinləyəndə, birimiz rəsm çəkəndə, birimiz tamaşa izləyəndə, birimiz kinoya baxanda. Bu hər birimizdə fərqlidir. Amma ortaq olan bir şey var ki, hobbiləri edərkən zamanın necə keçdiyini hiss eləmirik. Yəni beyin nə keçmişə gedir, nə gələcəyə, anda qalır. Və bu bizim həm ruh halımızı yaxşılaşdırır, həm bizi qayğılardan uzaqlaşdırır, həm bizi daha məhsuldar edir. Yəni sanki ruhun dayanıb, dincəldiyi yer elə bizim hobbilərimizdir. Bu hobbinizin içində adrenalin də olmuş ola bilər, amma vacib olan o an tamamilə orada olmağınız, hər şeyi unutmağınız və böyük bir duyğu yaşamağınızdır. Təbii ki, söhbət müsbət duyğulardan gedir. Bəzən də hobbi kimi başladığımız şeylərə o qədər enerji veririk ki, bir müddətdən sonra o bizim həyatımızda iş kimi yarana da bilir. Elə mənim şəxsi inkişaf yolculuğumda baxın bu cür başlayıb. Sadəcə kitab oxumaqla. Bir gün bunun hekayəsini danışaram. Deyə bilərsiniz ki, bəs Səbinə bu qədər şey təklif edirsən, biz bunu necə çatdıraq? Hobbilərə sadəcə həftədə bir dəfə, 1 saat belə ayırmağınız ayda 4 dəfə sizi balansda tutacaq.
10-cusu və bəlkə də ən qiymətlisi yaxşı niyyəti və yaxşı qəlbi unutmamaq. İnsan bəzən o qədər özünə fokuslanır ki, o qədər uğura çatmağa çalışır ki, o qədər trendlərin arxasınca qaçır ki, öz ruhunu, bəzən yaxşılığı, bəzən ətrafında qayğıya ehtiyacı olan insanları görmür. Amma yaxşı niyyət və yaxşı qəlb sanki bizim yanacağımızdır. Yəni insan onu edərkən özü xoşbəxt olur. Ətrafınızda qayğıya ehtiyacı olan bir yaşlı, bir uşaq və yaxud da balaca bir çöl pişiyi, balaca bir it, fərqi yoxdur. Qayğıya ehtiyacı olan birini siz mükafatlandırın. Həqiqətən yaxşılıq etmək insanın özünə yaxşı gəlir. Və 20-30 yaş arasında həyatda özümüzü axtardığımız bir dönəmdə elə özümüzə ən çox yaxınlaşmaq üçün də başqalarını da düşünməyi öyrənməliyik. Mən anlayıram, müasir zamanda insanlar daha çox özlərinə fokusludular. Amma ən böyük dəyərlərdən biri və bəlkə də dünyamızı bu günə qədər yaşanılacaq yer edən şey də başqasını düşünməkdir. Birinə təmənnasız yaxşılıq etməkdir. Sadəcə mən deməməkdir və bir qəlbi sevindirməkdir. Əgər mənə desəz ki, bu yaşa qədər o 20 ilə 30 arası nəyi dəyişdirmək istəyərdin? Keçmişə dönüb baxsam deyərdim ki, bir çox şeydə dolu-dolu yaşamışam, amma tək dəyişdirmək istədiyim şey özümə qarşı bəlkə də gözləntinin biraz daha az olmasıydı. Çünki indiki zamanda o qədər məlumat çoxdur və biz o qədər bir anda hər şeyə çatmaq istəyirik ki, beynimiz xaos olur. Və bu zaman bizə verilən həyat enerjisi aşağı düşməyə başlayır. Daha özümə qarşı səbirli, təmkinli və sadəcə edən biri olardım. Bu an etdiyimin toxum olduğunu unutmazdım və əslində bu meyvələri daha irəlidəki yaşlarda alacağımı unutmazdım. Siz də bu gün yeni bir şeyə başlamaq üçün özünüzə qarşı bütün gözləntiləri, bütün yükü, bütün günahkarlıq hisslərini və hətta geridə qalma duyğusunu kənara qoyun. Ağ bir səhifə ilə sıfırdan başlayın. İnanın ki, duyğusal rahatlıq və müsbət vərdişlərdəki davamlılıq sizi çox yaxşı nöqtələrə çatdıracaq.